Bugün saat 13 radələrində müxalifət fəalları Bakının mərkəzində bir neçə yerdə etiraz aksiyası keçirib. İctimai Palatanın fəalları Xəqani Ticarət Mərkəzinin qarşısında toplaşaraq Fəvvarələr meydanına doğru yürüş ediblər. Onlar azadlıq, istefa, korrupsiyaya yox şüarlarını səsləndirərək bir neçə dövrə vurduqdan sonra Sabir bağına yollanıblar. Burada yürüşçülərlə polis arasında toqquşma baş verib. Polis onları uzun müddət saxlaya və prosesə nəzarəti əlinə ala bilməyib. Yalnız xüsusi təyinatlı dəstənin gəlişindən sonra vəziyyət dəyişib. Xüsusi təyinatlılar aksiyaçılara qarşı zorakılıq ediblər. Aksiyaçılara fiziki təzyiq göstərənlər arasında mülki geyimlilər də olub. Onlarla adam saxlanılıb. Onların arasında Xalq Cəbhəsi Partiyasının və digər partiyaların gənclər təşkilatlarının tanınmış fəalları var. Paytaxtın digər yerlərində də müxalifətçi qrupların kütləvi yürüşləri keçirilir. Bütün bunlar Avroviziya müsabiqəsini işıqlandırmaq üçün Bakıya gələn çoxsaylı xarici jurnalistlərin gözləri qarşısında baş verib. Digər bir yürüş isə Konstitusiya Məhkəməsinin binası tərəfdən Əziz Əliyev küçəsi ilə dənizkənarı bulvara doğru olub. Xüsusi təyinatlı polis dəstələri Kukla Teatrının qarşısındakı bağda yürüşçüləri saxlayıb. Polislər zorakılıq tətbiq edərək onlarla adamı saxlayıblar. Bir qadın möhkəm döyülüb, o yerə yıxılaraq huşunu itirib. Saxlanılanlar avtobuslara əyləşdirilərək Səbail rayon polis bölməsinə aparılıb. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı zor tətbiq edib. Obyektiv TV-nin fotoqrafına və operatoruna təzyiq edilib. Zərbədən operatorun əlindəki videokamera fotoaparatı zədələnib.
Bu dəfə Azərbaycana gələn əcnəbi jurnalist də paytaxt polisinin qolunun gücünü görüb. Buna bakın. Sağlam benimle değil, harici jurnalisti vurdu. Haydeyin ona. Kimse? Ya o tanırsan onu. Sen de düşünmemezsin. O kim değil? Guy, I will back my cards. Give me back my cards. What he did? What he did? What is it? A business card from the Musavat party. With phone numbers. What's your name? My name is Jörn Haufe. From where? GP Nachrichten Germany. Qeyd edək ki, İctimai Palata mayın 19-da mitinq, 21-də isə piket keçirmək üçün Bakı şəhər icra hakimiyyətinə müraciət etmişdi. Bakı meriyası isə müraciətin gec olunduğunu əsas gətirərək aksiyalara icazə verməmişdi. İctimai Palata həmçinin mayın 24-də İctimai Televiziya qarşısında piket keçirmək üçün müraciət edib. Bakı şəhər icra hakimiyyətindən isə bildirilib ki, həmin gün müsabiqənin yarımfinal konserti keçiriləcəyindən İctimai Televiziyanın qarşısında hər hansı aksiyanın keçirilməsi beynəlxalq tədbirin pozulmasına yönəlmiş əngəl kimi qiymətləndirilə bilər. Müxalifətin ötən il keçirdiyi etiraz aksiyalarında həbs olunmuş ondan çox fəal hazırda həbsdədir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bütün fəalların buraxılmasını tələb edir. Azərbaycanda bərkçilikdir. Xalqa qarşı zülm edirlər, xalqa qarşı işgəncə verirlər. İndi deyirlər ki, bu musiqi qutarandan sonra xalqın başına o oynatacaq. Ona görə bu oğru hakimiyyət getməlidir. Xalq, millət öz prezidentini seçməlidir. Xalq öz hakimiyyətini, öz deputatını seçməlidir. Nə qədər bu xalq öz deputatını, öz prezidentini seçməyib, xalq yaman günə, millət yaman günə qalacaq. Ona görə bu oğru hakimiyyət getməlidir.